Xoşmin şəhərindən hamıya salamlar. Sabahınız xeyir olsun. Ventre şəhərindən gəlmişəm bura. İndi gəlirəm buranı görüm baxım. Bu şəhərdə maraqlı nələr tapıram. Səhər saat 9-dur. Amma kim işə gedir, kim dərsə gedir. Elə iş günüdür. Elə ilk baxışdan qəşəng bir yerə oxşuyur. Elə yollara baxıram, təmizdir, səliqəlidir. Turistlər üçün ekskursiyalar. Elə Bakıda olduğu kimi deyəsə bu belə çox böyük şəhərlərdə olur. Hə. Orada üzbəyiz tərəfdə deyəsə məktəbdir. Hə, uşaqlar da məktəbə dərsə gedirlər. Elə. Burada da elə fikir vermişəm. Həm maşınlar, həm mopedlər var. Bax, gələ çox adam yaşayır, basa-basdır. Tıxac olanda fərqi yoxdur. Maşındasan, mopeddəsən, yenə həmin tıxacda qalırsan. Yəni gördüyünüz kimi hər yerdə belə mopedlərin parkovkasıdır. Amma həm ucuzdur, həm də heydir. Dediyim kimi tıxacda nisbətən az vaxt keçirirsən, həm nisbətən az qalırsan tıxaclarda. Burada həm də taksilər də, moped taksiləri olur. Yəni Boltla bizdə sifariş edən nədir ki, ekonom, komfort, plus nəsə belə şeylər gəlir. Burada ən belə ucuz variantı elə mopeddir. Havanı da yəni bilmək olmur da. Yəni hava yaxşıdır, yanvar ayıdır, hava yaxşıdır, 30 dərəcə isti var. Arada bir yağışlar olur. Məsələn, oyananda biraz bulutlu idi. Mən də çıxmışam, görəm günəşlidir. Böyle. Gel. Avariya başlıyor. Öyle ki BMW mopedi vurur. Yani dava kırgın olacak. Yerim küçələr təmiz, yəni binalara baxın, müasir binalar var. Biri bu tərəfdə, bu tərəfdə yəqin ofis mərkəzidir. Bu tərəfdə də biri var. Maşınlar da müasir maşınlardır. Təbii ki, Bakıda kimi deyil, amma yenə də pahalı maşınları görmək olur. O tərəfdə parkdır. Böyle qəşəng yaşıllıq çoxdur şəhərdə. Ağaclıq çoxdur. Gördüyünüz kimi hər yerdə kommunist üslubunda belə plakatlar. Burada yani bu turistik ərazisidir. Burada suvenirlər satırlar. Bu da bu da turistik bir yerdir. Deməli Saygon şəhərinin, yəni burada Saygon şəhərinin mərkəzi poçtdur. Yəni şəhərin adı rəsmi olaraq hal-hazırda Xoşmindir. Əvvəl olaraq Saygon olur. Amma mən fikir vermişəm, həm yerli cəmaət, həm yəni turistlər həm Xoşmin, həm Saygon deyirlər. Amma daha çox Saygon deyilir. Belə. Mərkəzi poçtdur. Şimdi gelip baxaq. Orada maraqlı nələr var. Yəni bu normal mərkəzi poçt kimi yəni işləyir. Sadəcə biraz turistik yer olduğuna görə burada fərqli suvenirlər də satırlar.
Görək baxaq. Bijuteriya var. Markalar, magnetlər, nəsə bir. Magnetlər var. Belə bir mərkəzi xoşdur. Maraqlı bir yerdir. Yəni yenə çox turistik bir yerdir. Yəni qeyri-adi heç nə yoxdur. Girdin. 5-10 dəqiqə baxdın, yəni marka yığırsınızsa marka ala bilərsiniz, nə bilim suvenir atkıtka ala bilərsiniz. Belə. Excuse me. Mərkəzi poçtdan çıxandan sonra elə burada elə bir ki, yəni kitab küçəsi deyilən bir yer var. Burada kitablar satırlar. Bu da yenə də turistik bir yerdir. Fərqli belə kitablar satılır. Hər şey Vietnam dilində. Uşaqlar üçün kitablar. Elə. Dediyim kimi də şəhər çox belə müasir şəhərdir. Belə baxırsan, belə qəşəng binadır. Müasir binadır. Orada aşağıda Starbucks var. Bu tərəfdə Marriott otelidir. Özü adı Marriott Saigon gedir. Dediyim kimi də, yəni rəsmi adı, şəhərin rəsmi adı Xoşumin olsa da Saigon hətta belə, yəni otelin adları, restoranların adları, yəni insanlar da tez-tez Saigon deyirlər. Burada Vietnamda belə avtobus vardır. Gündəlik həyat tərzi. Yəni fikir verirsəniz, həm də belə çıxarsa həm mopedlər dururlar, həm də maşınlar. Yəni bir də ona fikir vermişim ki, turistlər təbii ki çoxdur. Amma turistlərdən başqa burada yaşayanlar, yəni xaricilər də az deyil. Yəni deyəni ki, məsəl üçün cəmaət Avropadan, Amerikadan, Avstraliyadan gəlib burada yaşayırlar. Adətən ki, kimin işi elə ofislə bağlı deyil, yəni bütün gün hansısa yerdə oturmurlarsa, yəni işi online'dırsa, gəlirlər burada rahat qalırlar da. Yəni öz ölkəsində elə qazandığı pulla burada rahat yaşayırlar. Yəni elə bir ki, qiymətlər də burada elədir ki, belə turistik yerə getmirsənsə, belə pahalı kafe restoranlara getmirsənsə. Ha? No, thank you. Fikrim nə deyirdim, ha? Deməli, qiymətləri deyirdim də, yəni burada məsəl üçün adi, belə yerli cəmaət yediği kafeler var. Orada ne bileyim 3 manata, 4 manata məsəl üçün oturup rahat yemək yemək olar. Yine bu tarafa baxırsan, burada da bir tane de göydələn. Amma belə çox diye baxırsan, bu tərəfdə belə müasir binadır, göydələndir. Onun altında köynə, bəlkə 100 ilin binasıdır. Eynən bu tərəfdə 100 ilin binasıdır, yəni bəlkə köynə binadır. Yəni belə bir yerdə ümumiyyətlə məsəl üçün yolun qırağında yesən, burada lap ucuz olar. Yəni o belə yerlərdə mən sonra açığı risk eləmirəm. Nəyə görə? Bir dənə yeganə səbəb odur ki, düz yolun qırağıdır da. Yəni biraz nəsə kafe kimi bir şey olsa, içəri girsən, orada bilirsən ki, ola bilər ki, biraz yəni təmiz olsun. Amma inanmıram ki, nəsə belə ciddi bir şey olsun. Yəni burada yemək yesəniz.
Ha, burada da biraz bahalı brendlərdir. Ha, gördüğünüz gibi Tiffany. Evet. Dior. Yolun o bir tərəfində də deyəsə bahalı brendlər var. Ha, burada həm gördüyünüz ki Tom Ford, Givenchy. Dediyim kimi küçələr belə təmizdir, şəhər də ümumiyyətlə belə təmiz şəhərdir. Yəqin və mərkəzdir bura, ona görə. Belə. Yine de bir tane de göydelen burada. Burada da muasir binalar burada. Hele. Her yerde böyle coffee shoplar var. Kofi ve çay evi. Ya qəşəng oturup kofi içməli. Ya böyle qiymətlərə baxaq, müqayisə eləyək. Yəni fərqli kofelər, nə bilim. Yine de qiymətlər 2 manatdan hardasa nədə 2-4 manat arası dəyişir. Yine bu coffee shop qabağıma çıxdı, Highland. Mesela maraqlı yerə oxşuyur. Her yerde var. Deyəsən bu yerli Starbucks kimi bir yerdir. Böyle biraz geldim, belki oturup orada kofe içərəm, baxaram. Yerli restorandır. Bir sadəcə görünür ki, dediyim kimi şəhərin mərkəzidir, qiymətlər də biraz bahadır. Adi supdur. Pho adı gedir. Toyuqla da olur, ətlə də olur. Yəni qiyməti eynidir də. Yəni 110.000 bu harda seyilir 7 manat alır. 7 manatdan biraz çox eləyir. Amma bu yəni turistik olduğuna görə, turistik yer yox, yəni şəhərin mərkəzidir deyə bu qiymətlər belədir. Adi bir supdur. Amma sup çox doyumludur, amma yenə də başqa bir yerdə olsa, yəni turistik olmayan yerdə, yəni ondan 2-3 dəfə ucuz olacaq. Yəni dadı da eyni olacaq. Yəni porsiyası da eyni olacaq. Yəni bizdə də eyni şeydir də. Məsəl üçün götürək, gedib adi bir dönərxanada hardasa bir mərci supu götürsən, bəlkə 2 manata da olacaq da, 2-3 manata olar. Gedib həmin o mərci supu hansısa kafedə ya da ticarət mərkəzində olan bir restoranda götürsən, o həmin mərci supu 5 manata, bəlkə 10 manata da olacaq. Yəni eyni mərci supudur da. Yəni burada da eyni şeydir. Hər yerdə belədir. Bir baxa bura nədir? Sincan. Hani. Ha, böyle geçen şeyde. Tersin içinde böyle. Coffee shop'tu. Ha, böyle. Takipçilik. Böyle ağaçlıktı, saçlı, bakmıyor orada. Səs-küylü şeydi, küçədir. Şimdi baxırdım ki, belə sakit bir yerdir. Gül satırlar burada. Yine de burada. Bir coffee shop burada, biri burada. Bu deyəsə business lunch. Özü fikir verirsiniz, yəni burada ingiliscə yazırlar. Çünki yerli cəmaət yəqin az gəlir bura. Çox güman ki, burada dediyim kimi qalan xaricilər internetdən işləyirlər, yaşayırlar, gəlib belə bir yerlərdə yemək yeyirlər.
Abi de mesela satırlar burada. Hiç bilinmir nədir. Heç ingiliscə heç yazılmayıb. Burada baha. İndi nədir belə hazır yeməklərdir, yəqin nə bilim 2 manata. Göz belə paketlərə yığırlar. Nəsə işə da gedəndə harasa özünlə aparıb sonra yeyir. Amma belə yeməklər, yəni sən açığı, yəni söhbət yeməkdən gedmir, söhbət ondan gedir ki, onu elə ki, səhər edən pişirirlər bunu. Dəmir qabda bütün günü qalır. Bəlkə ola bilər ki, dünəndən qalır. Ona görə orada yəni şeydir də, yemək açıq yerdə də soyuducuda qalmır ki, açıq yerdə qalır, açıq havada qalır, da istidir. Fərqi yoxdur yemək necə pişirilir. Da bütün gigiyenik qaydalara uyğun olaraq yemək pişirilibsə, sən onu açıq yerdə qoy 4-5 saat özü istidə. Orada istərsən səni mikrob əmələ gələcək. Ona görə. Saat 10 oldu. Ticarət mərkəzi də açılıb. Gedib baxaq. Biz indi hələ yanvar ayıdır. Yeni il yazısı hələ də qalıb. Çox güman ki, onlar bunu hələ də saxlayacaqlar. Çünki qabaqda Çin yeni ili qalır. Ona görə bəlkə ondan sonra çıxardacaqlar bunu. Dincəm. Daha ticarət mərkəzinə giriş. Girən kimi də Zara'dır. Gəldəndə baxırsan ki, heç vaxt yəni Vietnamda olmayan adam heç vaxt deməz ki, ay yox, bura Vietnamdır. Diyecək ki, yox, bura Avropada, Amerikada. Burada yəni 3 mərtəbə yuxarıdır. 2-3 bir aşağıda 1-2 mərtəbə gedir. İndi biraz qalxaq, 1-2 tur beliyə baxaq. Yəni bu TikTok'da, Instagram'da nəsə Vietnam kimi yeri göstərilir, nəsə adətən göstərirlər, nə bilim. Bunlar it yeyirlər, nə bilim, tarakan yeyirlər, nə bilim. Ancaq yəni nə pis varsa onu göstərir, yaxşısını da göstərir. Yəni cəmaət, bilməyən cəmaət bilsin. Deməli belə burada axırıncı mərtəbədə kinoteatr və kafelər, əsas mərtəbələrdə, yəni mağazalardır. İndi aşağı düşək, baxaq görək aşağıda nələr var. Deməli burada aşağı düşürük. Burada coffee shop var təbii ki. Burada hələ aşağı bir mərtəbədə var. Orada deyəsəmin o səhərdən gördüyüm Highland Coffee'dir. Elə orada oturum, görüm bu kofi nə tər olan şeydir. Deməli başlayır, kofelər başlayır. 2-4 manatdan ən pahalı şeydir orada 75 şeydir, dondur, bu arada 5 manat eləmir. Deməli 2-5 manat arası dəyişir. Belə baxaq şirniyyatdan nə var burada. Belə şirniyyatlar da elə 2 manat indi gətirib o belə. O, qabaqda supermarket var. Gelib bir gözlə baxaq. Qiymətlər necədir burada? Axır ki, kapuçino gəlib çıxdı. Deməli, onun qiyməti 79.000 Vietnam konqudur. Deməli, bizim pulan 5 manat 10 qəpik hardasa belə eləyir.
Görək onun dadına baxaq. Görək nəsə olan şeydir. Üstür. Üstündə belə şey kremdir, yəqin darsını da qatırlar. Yəni üstündə o şey olur. Bu krem olurdu ya. Üstündə de kremli biraz şeydir. Soyuqdur, biraz da acıdır, biraz şəkər qatan. Yine belə qəşəng kafedir, cəmaət oturur. Kimsə iş görür. Yine belə istirahət edir. Xudmani bir yerdir. Qəşəng yerdir. Ən yaxşıdır. Əjdaha meyvəsi. Deməli kilosu 3 manat hardasa belə 3-4 manat edir. Amma onun elə biri hardasa, nə bilim 300-400 gram olur, onun da çox qabıqıdır, amma çox qəşəngdir. Yəni kivi oxşayır, amma biraz fərqlidir, qəşəng dadı var. Banan. Banan nəsə baha deyil bunlardan. Yox, baha deyil. Baha deyil, kilosu 3 manatdır. Kilosu 3 manatdır. Burada spirtli içkilərdir. Bunların yerli pivəsidir. Tiger. Balacası elə bir ki 1 manatdan biraz azdır. Bunlar da yəni 1 manatdan biraz çoxdur. Yəni 15.000 1 manat edir. $333 export. Bu da yine 1 manatdandır. Burada viskilərdir, çaxımlardır. Bu da elə yerli araqdır. Xan arağı kimi də qiyməti də yəni qiymətdən bilinir ki, yəni yaxşı bir araq deyil. Nə qədər 130.000. 6-7 manat. Bu ev ondan da ucuzdur. 45 manat edir.